Əslində bu mənim ən xoşbəxt günüm olmalı idi. Amma heç nə istədiyim kimi getmirdi. Məclis, məkan, insanlar sanki bizi xoşbəxtliyə yox, başqa yerə yola salırdı. Bəlkə də elə ona görə ürəyimcə deyildi. Bunun baş verməsini oturub izləyə bilməzdim. Seçim etmək zamanı gəlmişdi. Ya indi, ya da heç vaxt. Hərəkət etməsəm arzusunda olduğum bugün istəmədiyim şəkildə bitəcəkdi. Ən doğru anı gözlədim və arxaya belə baxmadan oranı tərk etdim. İstəməz ki, toyu gözəl keçsin. Bax, elə sənin bizim toyumuz üçün aldığın bu tort və güllər kifayət edir. Xoşbəxt olun uşaqlar. Əsas odur ikinizdə bolt gətirin.